Bismillahirrahmanirrahim. Salamlayıram hər birinizi, dəyərli izləyicilər, Ramazan ayının 11-ci günündə. Xoş gördük sizi. Bugün yenə bir tamaşaçımızın sualı ətrafında danışacaq inşallah. Tamaşaçılarımızdan biri çox gözəl bir sual göndərib, hansı ki, nəinki təkcə bu il Ramazanda, hər il bu sualın cavabından istifadə edə bilərik və il boyunca inşallah ki, bunun üzərində çalışaraq bu mənfini müsbətə doğru düzəldə bilərik. Baxın, elə bir cəmiyyətdə yaşayırıq ki, cəmiyyətimizdə hər bir inancda insanla rastlaşa bilərik və bilirik ki, yaşadığımız cəmiyyətdə hər kəs Ramazan ayını möhtəşəm şəkildə qarşılamır və qeyd etmir. Sual bundan ibarətdir. Necə edək ki, evimizdə Ramazan ayı abu-havası yaradaq? Yəni, elə bir cəmiyyətdə yaşayırıq ki, hətta bəzi ailələrdə hər kəs inancılı deyil. Bəzi mühitlərdə hər kəs inancılı deyil. Və xüsusən bizim cəmiyyətimizdə ki, hər cür insanlarla rastlaşmaq olar və hər inancda insanlarla rastlaşmaq olar. Deməli, biz evimizdə Ramazan ayı abu-havasını yaratmaq üçün hansısa bir işləri görməliyik və bu işlər sözsüz ki, tədrici olmalıdır. Buna ən bariz nümunə kimi, əgər istəsək ki, hər hansı bir adət-ənənəni yaradaq, hər hansı bir gözəl abu-havanı yaradaq, ən bariz nümunə kimi Novruz bayramını gətirə bilərik. Bilirik ki, bizim ölkəmizdə, bizim cəmiyyətimizdə Novruz çox möhtəşəm bir şəkildə qeyd olunur və insanların hamısının könül dolusu sevinclə qarşıladıqları bir bayramdır. Ramazan ayında da bu abu-havanı necə yarada bilərik? İnsanların bir çox adət-ənənələri onların uşaqlıq dövrünə qayıdır. Yəni, kiçik yaşlardan hər nəyə adət edirlərsə, böyüdükləri zaman da o adətlərlə davam etməyə çalışırlar. Baxmayaraq ki, bu adətlərin hətta bəziləri yanlış da olur. Baxın, Novruz bayramını xatırladığımız zaman, bəlkə siz də düşünsəz xatırlayacaqsınız ki, kiçik yaşlarımızdan fikrimizdə bu şəkildə qalıb ki, Novruz ərəfəsi yaxınlaşanda, hətta mart ayı daxil olanda artıq insanlar başlayırdılar dərindən ev işlərini görməyə. Məxsusən qadınlar bunlar üçün çalışırdı. Və hətta qədim vaxtlarda həyət bacanı rəngləmək, evin divarlarını rəngləmək və evi təzələmək, hətta yeni bir şeyləri almaq, yeni geyimləri almaq hamısı təsadüf edirdi Novruz ərəfəsinə. Və Novruza xas olan şirinlərin hazırlanması, ərzaqların tədarük görülməsi, bu kimi şeyləri biz misal gətirə bilərik. Deməli, biz kiçik yaşlardan bu adət-ənənələri görmüşük, anamız, atamız, babalarımız bu işləri görüblər deyə bizə də miras qalıb. Və eləcə də baxmayaraq ki, indi yetkin yaşına çatmışıq, yaşımız böyüyüb, amma yenə də bu adət-ənənələr bizə xoş anları xatırladır, sevinç hissi gətirir və mütləq hər kəs vacib bilir ki, özünə bu bayramı qeyd etsin, hərə öz imkanı həddində. Bəs deməli, tədriclə hər il əgər Ramazan ayı abu-havasını yaratmaq istəyiriksə, bu işləri gətirməliyik, belə deyək ki, köçürməliyik məhz Ramazan ayına. Doğrudur ki, bu il məhz belə təsadüf olur ki, Ramazan bayramı və yəni Fitr bayramı Novruz bayramına üst-üstə düşür. Yəni, eyni ərəfələrə düşür və eyni vaxtlara təsadüf edir. Ramazan ayı ilə mart ayı eyni vaxta təsadüf edir. O yüzdən də bu il elə də çətin olmayacaq. Yəni, evdə şad abu-havanı yaratmaq. Amma yox, başqa günlərdəki Ramazan ayı bilirik ki, hicri qəməri tarixi ilə hesablanır və hər il 10 gün dəyişərək zamanını dəyişir. Bəs o zaman necə edək ki, bu abu-hava həmişə evimizdə olsun? Bu illər ərzində yavaş-yavaş olmalıdır. Novruzda gördüyümüz bir çox işləri çalışmalıyıq ki, artıq Rəcəb ayından, Şaban ayından etibarən hazırlıq kimi, tədarük kimi Ramazan ayına doğru hazırlayaq və Ramazan öncəsi başlayaq evlərin təmizlikləri və xüsusi bəzəklər, hazırlıqlar, bu işlərə başlayaq. Evdə əhval-ruhiyyənin dəyişməsi xüsusi təsir qoyur. Yəni, valideynlərin, böyüklərin hazırlaşması, əhval-ruhiyyənin dəyişməsi, şad əhval-ruhiyyədə olmaq, bu ayı gözəl surətdə sevinclə qarşılamaq özü ev əhlinə təsir qoyacaq. Evdə bəzək-düzək aksesuarlarından, Ramazan ayına aid olan aksesuarlardan istifadə etmək,
xüsusi yemək proqramları hazırlamaq. Bunlar hamısı ev əhlinə sözsüz ki, təsir qoyacaq. Və indiki vaxtdakı internet vasitəsilə sifariş etmək, nə bilim, bir çox şeyləri seçim etmək asanlaşıbdır və eyni zamanda hər cür aksesuarlar, hər cür şeylər hazırlanır. Hər bayrama uyğun, hər aya uyğun daha asan olub işimiz. Bəs deməli, bundan da istifadə edə bilərik, yəni bəzər-düzəklər almaqdan da istifadə edə bilərik. Amma daha məqsədə uyğun və təsirlisi bu olar ki, övladlarımızla bahəm Ramazan ayı öncəsi artıq həmin o bəzək-düzək əşyalarını özümüz evdə hazırlasaq, daha çox təsirli olar, daha çox yəni həzz hissi verər övladlarımıza və daha çox evdə o ab-hava yaranar. Xüsusilə də bu məsələdə qadınların öhdəsinə böyük məsuliyyət düşür və qadınlar daha çox fəaliyyət göstərirlər. Çünki evin bütün dizaynı, evin bütün bəzəyi-düzəyi, səliqəsi hamısı qadınlardan asılıdır. Düzdür və doğrudur ki, bu sırf qadınların boynunda olmamalıdır təkcə. Müştərək bu iş üçün çalışsalar, bahəm çalışsalar daha gözəldir. Amma əsas qüvvə evdə, evin daxilində sözsüz ki, qadınlardadır. Və qadınlar hətta o aya uyğun xüsusi süfrələrdən istifadə etsələr, evdə dəyişikliklər yaratsalar və hətta alış-verişi o zamana uyğun ən yaxşı şəkildə etsələr, bu daha çox evdə Ramazan ayı ab-havası yaradacaq. Və qeyd etdiyim kimi süfrə proqramı, yəni yemək menyusu deyək, süfrə proqramı deyək, çay süfrələri, meyvə süfrələri hazırlamaq, Quran xətimləri olan məclislər təşkil etmək, bütün bunlar hamısı evdə Ramazan ab-havası yaranmağa səbəb olacaq. Baxın, necə ki, Novruz bayramına öncədən tədarük görülür, səməni qoyulur, çərşənbə günləri qeyd olunur. Eləcə də biz bunu Ramazan ayında edə bilərik. Belə olmamalıdır ki, digər bayramlar gəlsin, Allahın bu mübarək ayını daha çox üstələsin. Bu ayda bahəm xeyir işlər görmək, övladlarımızla bahəm ehtiyaclı ailələr üçün hansısa bir ərzaqları aparmaq, qohumlar arasında daha çox yoxsul olan şəxslərə baş çəkmək, toplantılar düzəltmək, hətta Ramazan ayının ilk gecəsində belə deyək ki, həmin ayı qarşılamaq üçün bahəm qonaqlıq təşkil etmək, bahəm çay süfrələri təşkil etmək özü təsir edə bilər ki, evdə o ab-hava yaransın. Məxsusən də iftar süfrələri və iftar süfrələrinin təşkil olunması, yeniyetmələrin, uşaqların haqqında xüsusi proqramların hazırlanması, hətta hədiyyələr təşkil etmək özü evdə bu ab-havanı yaradacaq. Və digər proqramlarda da biz danışmışdıq ki, evdə bu ab-havanı yaratmaq üçün Quran tilavətini səsləndirmək və namaz vaxtlarında azan səsləndirmək özü bu ab-havanı evə bəxş edə bilər. Sözsüz ki, bəzi ailələrdə daha çətindir məsələ. Çətinlik bundan ibarətdir ki, ev əhlinin içərisində ola bilər ki, bəzi şəxslər inanclıdır, bəzi şəxslər isə inanclı deyil. Yəni, bəziləri oruc ola bilər, bəziləri isə oruc tutmaya bilər. Ən azından o kəslər ki, oruc tutmurlar, onlar da daha yaxşı olar ki, bu mübarək ayın ehtiramını gözləyərək məhz həmin sübhdən axşama qədər yemək içməklərini gizli şəkildə etsələr, yəni göz önündə etməsələr daha yaxşı olar. Bu, uşaqların tərbiyəsinə, ev əhlinin ab-havasına mütləq və mütləq təsir qoyacaq. Bəs deməli, Novruz adət-ənənələrini necə ki, kiçik yaşlardan aşılanıb bizə, indiki vaxtda biz Ramazan ayına gətirsək, bu ayın dəyərini daha çox önə gətirmiş olarıq, daha çox çalışmış olarıq. Və əgər istəyirsinizsə, siz də bizimlə öz fikirlərinizi bölüşəsiz, şərhlərdə bizə öz ideyalarınızı, öz fikirlərinizi yaza bilərsiniz. Ola bilər ki, sizin ağlınıza, sizin fikrinizə daha gözəl şeylər gələ bilər. Bu ayın yaxşı ab-havada keçirtmək üçün, Ramazan ayı ab-havasında keçirtmək üçün daha gözəl şeylər gələ bilər sizin fikrinizə. Və yaxşı olar ki, bir il ərzində ümumilikdə biz maddi məvacib toplayaq bu ay üçün hazırlıqlar görməyə. Hətta bu ayda xeyir işlərimizi artırmaq üçün maddi məvaciblər
tədarük görək və xüsusi qidalar hazırlayaq, bayram abu-havasını, mübarək ayın abu-havasını bu evdə yaşatmaq üçün hətta bizim xüsusi yemək proqramlarımız olsun, qonaqlıq proqramlarımız olsun, iftar süfrələrimiz olsun, toplantılar olsun, Quran ayələrinin müzakirəsi, xüsusi Ramazan ayının ehtiramı barəsində hansısa söhbətlər təşkil olunsa, sözsüz ki, bu ev əhlinə xüsusi bir abu-hava bağışlayacaq. Və əziz izləyicilər, zamanımız az olduğu üçün bundan daha artıq fikirlərə və ideyalara yer verə bilmirik. Amma sizdən gözləyirik ki, fərqli olaraq siz də öz fikirlərinizi bizimlə bölüşəsiniz. Ola bilər ki, biz də sizin fikirlərinizdən istifadə edək. Kommentlərdə və şərhlərdə inşallah ki, bizə yazın. Sizin fikirlərinizi gözləyirik. İnşallah ki, ola bilər ki, bizim digər dəyərli izləyicilərimiz də sizin fikirlərinizdən istifadə edib bu abu-havanı öz evlərində yarada bilərlər. İnşallah ki, ən gözəl şəkildə bu ayı başa vuraq və siz də bizi dualarınızda unutmayın. Hələlik sağ olun, salamat qalın.